Salam, hər vaxtınız xeyir olsun. Tozlanma mövzusunda danışmaq istəyirəm. Ümumiyyətlə, tozlanma mövzusunda yox, ümumiyyətlə, ağaclara tətbiq olunan bütün qida maddələri tətbiqlərinin nə üçün tətbiq olunduğunu izah etmək istəyirəm və əsas da enzimoloji izahını vermək istəyirəm. Tozlanma mövzusu əsas girir önə. Tozlanma mövzusunda da kifayət qədər paylaşımlar edilir və yenilik üçün daha dərin mövzuların qaşınması da fermerlərin faydalanması baxımından çox faydalıdır. Amma təbii ki, hər kəsin anlayacağı mövzular deyil. Mikrobiologiyanın da daha dərin mövzuları olan enzimologiyadan fermerlərə nə isə paylaşmaq üçün həqiqətən ciddi və həqiqi mikrobioloq olmaq önəmlidir. Zaten bu mövzuları anlamaq üçün də yetərincə səviyyəli enzimoloq olmaq lazımdır. Yəni, anlamağı da asan bilməyin. Mən özüm bəzən hansısa mövzuda danışarkən təsadüfən bir organik reaksiyadan və yaxud da belə deyək ki, toxumdan danışarkən məsələn, adətən lipaza enzimindən adını çəkirəm. Çünki lipaza toxumda yağın enerjiyə çevrilməsini təmin edir. Amma məlumat bölüşməyi yersiz bilirəm əlavə olaraq lipazanın fəaliyyətindən. Çünki anlatdığın qədər deyil, anlaşıldığın qədər varsan. Ona görə də bu mövzularda anlaşılmağa daha çox önəm vermək lazımdır. Bu paylaşımlarla mənim dərəcəmi yüksəltməyimə ehtiyacım yoxdur. Mənim ehtiyacım olan fermer nə edəcəyini anlasın yetər. Məsələn, mayalanma mövzusunda SRNase enzimindən məlumat bölüşməklə nə əldə edə bilərəm? Məni dinləyən bir mikrobioloq olsa, mənə deyər ki, mayalama prosesində 20-dən artıq aktiv fəaliyyəti olan enzimlər var. Məsələn, polen cücərməsi, pektinaz enziminə, invertaz enzimi ilə baş verir və yaxud borunun açılması, genişləməsi, uzanmasında, yəni mayalanma həssaslığında önəmli enzim olan kallosintaza və yaxud selluloza, enerji təminatında ATP az, qohum əlaqələrində deyək ki, SRNase və ya əksi olan, yəni SRNase-in əksi olan, SRNase-in qatili olan belə deyək, ubiquitin ligaz enzimi, məsələn, naviqasiya rolunu həyata keçirən proteazlar, yəni dişiciyin içinə düşən tozcuq, o paylaşılanda deyir ki, dar boruya düşmüş kimi bir təqdimat gedir orada. Əslində dar boru deyil. Bir şəhərlə bir adamı müqayisə edəcək qədər ölçü fərqləri olan məsələdir. Həmin polenin bir şəhərin içindən keçib konkret koordinata gedib çıxması kimi açıqlanmalıdır mövzu. Həmin polenin yumurtaya qədər həmin o naviqasiyasını təmin edən lure siqnallarının aktivləşdirib, sanki polenə bir tutacaqlar hazırlayıb, onu birbaşa o mikropilə, yəni o yumurtanın olduğu yuvaya aparan lure siqnalları var. Çünki lure siqnalları dediyim həmin o kiçik peptidlər ki var, yəni lure siqnalları peptidlər həmin deşikdən çıxır. Və o çıxıb düzülmə eyni zamanda polenin də həmin o düzülüşdən istifadə edib birbaşa yumurta hüceyrəsinə istiqamətlənməsini təmin edir. Məsələ odur ki, lurelər elə hər polenin tutacaqları deyil. Mayalanma edə biləcək polenləri tanıyır və onlara yoldaşlıq edib yumurtaya doğru aparır. Əgər bir polen yanlış doğru fərq eləməz, yəni deyək ki, mutasiya baş verir, hər hansı bir yanlış polen belə, həmin o lure siqnalını aldadıb ona tutunsa, artıq siqnal gedir ubiquitin ligaza. O ortaya girir və SRNase-ləri parçalayır. Yəni, bu boruda baş vermir. Borudan çöldə baş verir. Yəni, bu deyəndə həmin o polenin lure peptidlərinə tutunması prosesi çöldə baş verir. Kanalın içinə artıq daxil olanda SRNase-in onun qabağını kəsməyə şansı yoxdur. Çünki burada iki mexanizm işə düşür. Birincisi odur ki, dediyim kimi, lure siqnalları hansısa polenin qolundan tutub yumurtaya doğru yola çıxdısa, artıq ubiquitin ligaz 26S proteasomun təsiri ilə və yaxud da onun diktəsi ilə
SRNS-i məhv eləyir. Bununla bitmir. Yol boyu SRNS kimi 50 növ təhlükə var polen üçün. Və bütün bunlardan polenin mükəmməl qorunması superoksid dismutaz, katalaz, peroksidaz kimi antioksidant qoruyucu enzimlərin müşayiəti ilə yumurtaya doğru hərəkət edir. Və hər hansı təhlükədə avtomatik müdaxilə edirlər. Bununla bitmir yenə də. Polen daxil oldu ovulyuma. Yəni mayalanma anı başladı da, belə deyək. O qametlərin birləşməsindən sonra həmin o mikroskopik qametlərin birləşməsindən demək olar ki, həmən sonra sürətli şəkildə parçalanma baş verir. Və eyni hüceyrənin milyonları kopyalaması baş verir. Bir birləşmə, yəni bu birləşmədən söhbət gedir. Bu birləşmə və parçalanma deyək də buna. Fusogen tipli proteinlər, yəni HAP2, GCS1 tipli proteinlər qametləri birləşdirir, parçalayır, artırır və s. Yəni demək istədiyim o özünüz fikirləşində belə qısa zamanda birin milyonlara çevrilməsi nə qədər enerji tələb eləyir. Bundan ötürü avtomatik ATP-az enzimləri başlayır işə və o çiçəyin üstündəki nə qədər şəkər enerjisi varsa, yəni tozcuqlar onları avtomatik dehidratasiyaya uğradır, şəkərlərini mayalanmaya sərf eləyir. Enerjinin çoxluğu hesabına deformasiyalar baş verməsin deyə DNA-az, RNA-az kimi sitoplazmatik tənzimləmə enzimləri ziqot stabilizasiyasını tənzimləyir. Enerjini balansda saxlayır. ATP-az çox sürətli şəkildə o sözü gedən boru ki var ha. Yəni hansı ki o bəyəqləri borunun içindən bir polen gəldi. Onun bütün enerjisini dehidratasiya edib, SRNA-s qarışıq, fərqi yoxdur. Yolda nə qədər enzimlər varsa hamısını 5-6 saata qurudur və meyvənin o yetişəndə ucunda o gördüyünüz quru saman kimi material ki var, həmin materiala çevrilir. Yəni az öncə reaktiv oksigen istehsal edən superoksid dismutaz, peroksidaz kimi enzimlərin fəaliyyətinin nəticəsi olaraq bu boru qısa zamanda quruyur. Həmin bu reaktiv oksigen digər enzimlərin hamısını qıra-qıra gedir. Poleni ciddi qoruma altında yumurtaya qədər gətirməsinə baxmayaraq, hətta meyvənin özünü belə məhv eləyə bilir. Çiçəyin ləçəklərin, polen borusunun özün və s. ətrafda gözə dəyən nə varsa məhv etdikdən sonra zaten bu enzimlər lipid peroksidasiyası, protein dehidratasiyası texnikaları ilə təchiz olunub da, yəni ona görə də daha sonra keçir DNA-ya, RNA-yı zədələməyə başlayır və meyvənin ucunun quruması başlayır və meyvələr kütləvi şəkildə yerə tökülməyə başlayır. Yəni bundan təbiətdə tez-tez rastlaşırsınız. Mayalanmış, mayalanmamış fərq eləməz. Peroksidazın gözü qızılsa, qarşısında böyük bir ağacın belə dayanması mümkün deyil. Bunun praktiki açıqlaması odur ki, çiçək var, polen də var, amma meyvə yoxdur. Hava da uyğundur. Bir də görürsünüz ki, onunla belə fərq eləmir. Bir də görürsünüz ki, kifayət qədər meyvə töküldü. Bu tez-tez də baş verir, tez-tez rastlaşırsınız bu hadisə ilə. Nəysə, bu paylaşımdan nə əldə edirsiniz? Heç bir şey. Bu paylaşım sadəcə özümü ağıllı göstərməyim üçündür. Qarşındakı səni anlamırsa, səni dinləyən səndən faydalanmadırsa, sənin ağıllı görsəndin nə yazar, ağıllı görsənmədin nə yazar. O ölülərdə bir səhnə var, Kefli İskəndərin səhnəsi. Molla ərəbcə nağıl danışır, millət də qana qanmaya gözünün yaşını tökür. Yəni mən əsasən ağıllı görsənməyin yox, faydalı görsənməyin tərəfdarı olmuşam həmişə. İndi isə sizə aid olan bölümü izah edirəm. Zaten saat yarımlıq, 2 saatlıq Facebookda Zaur Səlim profilimdə bu mövzuları, enzim mövzularını kifayət qədər paylaşmışam. Zaur Səfəroğlu profilində də kifayət qədər superoksid dismutazdan, SRNS-dən, nə bilim, liqaz enzimindən kifayət qədər saat yarımlıq paylaşımlarım var Facebookda. Yəni sözüm nədir? O ayrı bir şeydir. Bu TikTokdur və TikTokda ağıllı görsənməkdən çox faydalı görsənmək daha yaxşıdır. Yəni axırdan əvvələ izah edə gedirəm. Zaten bu mövzuları dəfələrlə paylaşmışam, hər yazda da paylaşıram. Enzim mövzusunu anlayanlar üçün,
Elementlərin ilk öncə enzimoloji funksiyalarını da izah edim. Daha sonra paylaşımın o hamının anlayacağı formada konkretləşdirəndə də hər kəs nə demək istədiyimi başa düşsün. Deməli, biz bu ağızlara nə tətbiq edirik? Yazda tətbiq edirik sink. Yəni, sink veririk. Bu, superoksid dismutaz enziminin neytrallaşmasında, çox sürətli neytrallaşmasında rol alır. Fevralda veririk bordo, yəni mis elementi, yazda mayalanmada baş verən çoxsaylı reaksiyaları və il boyu baş verən reaksiyaların elektron transferində iştirak edir. Yəni, enerjinin daşınmasında rol alır. Evə gələn elektrik enerjisi necə ki, elektronların o mis naqildə evə daşınmasıdır. Yəni, tokun gəlməsi də belə fizikadan bilirsiniz, elektronların daşımı. Eyni şəkildə də bitkidə də təsəvvür edin ki, mis naqillərlə müxtəlif orqanlara elektron daşınması gedir və bunu təmin edən mis elementidir. Həmin o yaz qabağı fevralda verdiyiniz bordodur. Ferriumda məsələn tətbiq olunur, katalaza enzimini aktivləşdirir, peroksidi parçalayır, o həmin o yanmalara, çiçək qurumalarına mane olur. Çünki o peroksidaz enzimi peroksit verir də, bildiyiniz perix verir, belə deyim. Katalaz isə həmin o periksi suya parçalayan digər bir enzimdir. Manqan elementi, manqan superoksid dismutaz adında bir enzimin aktiv tutulmasını təmin edir. Bu da mitokondril qorumanı təşkil etmək üçündür. Yəni, bitkini hüceyrə səviyyəsində qoruyur. Bir çox ədəbiyyatlarda rastlaşarsınız hər halda. Maraqlansanız görərsiniz ki, manqan sulfat əvvəllər fungisitlərin bu qədər geniş, bol yayılmadığı dövrdə bir çox xəstəliklərin müalicəsində istifadə olunurdu və virus xəstəliklərində də əvəz edilməz və alternativi olmayan, indinin özündə belə önləyici və qoruyucu tədbirdir. Yəni, manqan əskikliyi göstərməyən hər hansı bir canlı, insan da daxildir ona, virus xəstəliklərinə yoluxmur. Məsələn, marqanisdən istifadə edirik biz hər hansı bir qrip yoluxmasında, nə bilim, ürək bulanmada, mədə florasının pozulmasında falan da həmin o manqanın funksiyasından istifadə edir. Sözüm nədir? Yəni, demək istədiyim, uzun sözün qısası, onsuz ədəbiyyatlarda daha maraqsızlaşıb, ChatGPT-dən sonra ədəbiyyatlara da tamamilə maraq olub. Sadəcə ədəbiyyatları maraqlananlar var, ədəbiyyat maraqlılar var da. Həmin onlar üçün qeyd edirəm bunu. Bor elementi tətbiq olunur. Bor elementi isə hüceyrə divarı və reaktiv oksigen reaksiyalarının bitki daxilinə çəkilməsini, yayılmasını təşkil edir. Yəni, o çiçəkdə yanmalar baş verməsin deyə həmin o yandırıcı peroksidaz enzimini və onun kimi enzimləri çiçəkdən uzaqlaşdırır və bitki daxilinə çəkir. Meyvə tökülməsi baş verməsin. Çünki peroksidaz yandıra-yandıra meyvə tökülmələrinə səbəb olacaq və onu daxilə çəkir, bitki daxilinə. Kalsium elementi tətbiq olunur. Kalsium elementi enzim stabilliyində membran keçiriciliyi və bitki daxili siqnalların sabitliyində, qaydasında idarə edilməsində görevli elementdir. Maqnezium bildiyiniz kimi enerji təminatçısıdır və antioksidant sintezində, antioksidantların istehsalında cavabdeh elementdir və birbaşa günəş enerjisinin depolayıcısı olan bir elementdir klorofil olaraq. Bor və kalsiumun birgə fəaliyyəti isə, ikisinin birgə fəaliyyəti, membran keçiriciliyini və reaktiv oksigenin yayılmasını təmin etməsi, reaktiv oksigenin nəzarətsiz artmasını da gələcəkdə önləyir. Yəni, o reaktiv oksigenlər bilirsiniz də xəstəlik reseptorları olur. İmmumolekulları deyək ki, adını, patogenləri tanıyan reseptorlar. Həmin onların nəzarətində idarə olunur və bəzən olur ki, ağacın budağını əymək belə yanlışlıqla patogen kimi anlaşılır. Həmin o reseptorlar, yəni o budağın əyilməsi əyilmə nöqtəsində hər hansı bir xəstəliyə səbəb olur və o da deyək ki, həmin reseptorların yanlış anlanması hesabına peroksidazı basır həmin o bu əyilən hissiyə və bir də görürsünüz həmin budaq həmin yerdən qurudur. O da reaktiv oksigenlərin o nəzarətsiz artmasını önləyən elementdir, fəaliyyətdir, kalsiumdan borun birgə fəaliyyəti. Nəysə, indi isə keçək məşhur bir ssenarini izah edeyim. Deməli, ölkə üçün tipik bir hadisəni izah edək.
Polen stigmanın üzərinə düşür. Yəni bayaq izah elədiyimiz kimi mayalanmaq üçün boruya daxil olur. Arı var, toz var, tozun daşınması var, küləkmi var və s. Arılar vasitəsilə daşınır və s. Cücərmə də baş verir. Polen borusu da aktivdir, amma meyvə olmur. Və çiçəklər mayalanmadan tökülür. Və digər bir hissəsi də mayalanır və mərci boyda olanda tökülür. Və bununla da durmur və bir hissəsi də mərcidən iri olduqdan sonra tökülür. Və tökülən, o üçüncü tökülən meyvələr deformasiyalı formada meyvələr olur əsasən. Və tökülməyəni də olur bəzən. Bu da biri kör olan əkiz meyvələr olur. Yazda yetişəndə görürsünüz. Meyvədir, bir tərəfində kiçik bir gilas. Yəni bir tərəfdə inkişaf etmiş, deformasiyalı meyvələr təşkil olunur əsas. O həmin o üçüncü partiyadan qurtulanlar. Deformasiya dedim, yadıma düşdü. Yəni elementləri saydım, mən biləni molibdeni demədim. Elementlərin enzimoloji izahında molibdenin açıqlamışamsa təkrar olsun. Açıqlamamışamsa bunu da qeyd edeyim. Mən biləni açıqlamadım. Molibden azot metabolizmasında, yəni azotun işləməsində, işləmənin funksionallığında, reaktiv oksigenə nəzarətdə və hormon balansında və hormon balansı üzərindən mayalanmanın səssiz, amma həlledici açarıdır. Həlledici bir elementidir. Yəni, molibden olmadan erkək gəlsə belə orada dişi yumurtanı görməyəcək. Çünki dişi yumurtanın yetkinləşməsi yumurtanın ən yaxın qonşusu olan o sinergit hüceyrələrin fəaliyyəti birbaşa molibdenin vəzifələrindəndir. O sinergit hüceyrələrdir. Bayaq dediyim o lure siqnalların buraxan həmin o sinergit hüceyrələrdir. Molibdensiz mayalanma heç bir halda baş verə bilməz. Çünki yumurta yetişmirsə, polen borusunda ağzına kimi polenin dolsa belə mayalanma baş verməyəcək. Ağacın üstündə həmin o tip çiçəklər bilirsiniz də, yəni molibdenin olmaması səbəbindən, məsələn, ağacın üstündə tamamilə mayalanmamış kifayət qədər milyonlarca çiçəklər olur. Müşahidə eləyən görüb də, yəni cır çiçəklər deyirlər adına. Tökülür olar yerə, heç tamamilə mayalanmamış. Nəysə, Məlik Məmmədin nağılı bitdi. Fermer nə etməlidir? Ona görə. Deməli, mayalanma optimallığı üçün, polenin sağlamlığı üçün, polenin bolluğu üçün və nəhayət məhsulun bolluğu üçün ilk növbədə nə verilməlidir? Fosfor gübrəsi. Nə vaxt verilməlidir? Payızda. Özüm bilə-bilə fosforun enzimoloji izahını vermədim. Amma kifayət qədər, hətta kifayətdən də çox qədər baş verən işlərdən, müxtəlif enerji tələb edən fəaliyyətlərdən danışdım. Ay, enzim belə getdi, mayalanma belə getdi və s. və ilaxır. Bayaqdan danışdığım bütün bu işlər, yəni o adından da göründüyü kimi nələr? İşlər. Deməli, iş varsa enerji lazımdır. İndi gedin fosforsuz, təmin edin görün bu qədər. İşin enerjisini hardan təmin edəcəksiniz? Bilmək lazımdır ki, fosfor enzimlərin birbaşa enerji mənbəyidir. Aktivləşdirici açarıdır. Yəni, enzimlər aktivləşə bilmir fosforsuz. Genetik məlumatların daşıyıcısıdır fosfor və bütün enzimatik proseslərin mərkəzində dayanır. Və qışda ağacın yeganə fəaliyyəti, qışda ağac tamamilə yatdı, sırt, pırt çox şəkildə izahat verir də qış dövrünə aid. Yəni, yeganə fəaliyyəti enzim fəallığıdır. Yəni, bütün hallarda bitki enzim fəallığını dayandırmır. Həmin o bitkinin yuxuya getməsi də enzimlərin fəaliyyətinin nəticəsi olur. Yuxudan ayılması da enzimlərin fəaliyyətinin nəticəsi olur. Söz yox, indi burada temperatur səbəbi ilə baş verir, amma enzimlərin fəaliyyətinin nəticəsi olur. Qışın ortasında belə aktiv enzimlər olur. Vəssalam. Yəni, bu yetərlidir ki, məncə qışın soyuğunda belə enzim fəallığı ilə fosfor əldə etmək imkanları zəif ola bilər, amma məhdudlaşmış ola bilməz. Yəni, bütün hallarda qışın ən soyuğunda belə enzimlərin fəaliyyəti nəticəsində bitki qarın altında belə fosfor mənimsəyə bilir. Çünki bəzən qışın soyuğundan qorunmaq üçün ekstra fosfora ehtiyac yaranır. Həmin onda bitkinin filoemi, ksilemi, bu temalar getdi. Enzim fəaliyyəti nəticəsində
molekulyar daşınma baş verir. Həmin o daşınma daşınan fosfor qışın ortasında qarın altında belə baş verə bilir. Çünki bitki həyatdadırsa və yaşayırsa enerji sərf edir. Yəni yaşamırsa, yatanda belə insan enerji sərf edir. Yatmaq da bir enerji rasxodudur. Nəysə demək istədiyim bitki canlı həyatdadırsa mütləq şəkildə ATP enerjisi sərf edir və bu da fosfor deməkdir. Nəysə, keçək bordo mövzusuna. Yazda verilən bordo həm dezinfeksiya edici fungisiddir, həm də nə qədər meyvə gözləri varsa, onların hamısına meyvə gözləri hələ ayılmamışdan çox qabaq, yəni avqust ayında enerji xətləri çəkir. Avqust ayında deyirəm, fevral ayında da yəni enerji xətləri çəkir. Elə fərz edin ki, belə Azər enerjidir. Nə qədər meyvə gözü varsa, o qədər enerji xətləri çəkilir. Payızda artıq meyvə gözləri enerji ilə tam təchiz olunmuş olur və bu enerji kanallarının hazırlanması ondan ötürüdür ki, birinci bilməlisiniz ki, DNA-nın, RNA-nın skeleti fosfordan təşkil olunur. İkinci, meyvə gözləri ayılan kimi kütləvi enzim istehsalı başlayır. Yəni, meyvə gözləri ayılan kimi kütləvi şəkildə enzim istehsalı başlayır. Üçüncüsü, çiçək polenləri üçün birbaşa xam şəkər, yəni bildiyiniz balı istehsalı başlayır da, yəni çiçəkdə. Kanallar yazda çatışmazlıq olarsa, yəni bu işlərə, enerji çatışmamazlığını aradan qaldırmaq üçün yazda fosfor təmin edir bitkiyə. Və çiçək mayalandıqdan sonra da o hazır polenlərdə olan xam şəkər ki var, yəni var da, faktiki bilirsiniz də, polenin özü də şirin dadlı bir şeydir. Həmin o xam şəkərin geri daşınması təmin edilir. Enerji itkisini önləmək üçün bitkilərdə bəzi məqamlar, yəni bitkilərin özü də o bəzi məqamlarda insanlar kimidir. Yəni arı ilə işi bitdi, yəni arının çiçəyə cəlb etmək üçün ortaya sərdiyi o həmin o şəkər, polen, mayalanma prosesi başa çatan kimi tezbazar yığışdırılıb aradan çıxmalıdır. Məqsədinə çatan kimi yoldaşlıq bitir də, yəni o baxımdan deyirəm ki, insanlar kimidir bəzən. Və həmin o şeydə, yəni polenin ortadan getməsi də izah elədim ki, enzimlərin superoksid dismutaz enziminin, peroksid enziminin vasitəsilə mayalanmadan 4-5 saat sonra saman çöpünə dönüb quruyur. Onun tərkibində nə varsa hamısı daşınır bitkiyə. Və 10 günün içində, mayalanmadan sonra 10 günün içində bitki öz ağırlığının 20 dəfə artırır. Yarpaqlar, yeni şivlər, meyvənin özünün həcmi və s. və ilə axır bir şəkildə, yəni sürətli bir şəkildə bitki parametrləri dəyişir və bütün bu hüceyrə bölünməsinə nə lazımdır? Enerji lazımdır. Deməli, meyvə tutumu üçün, belə deyək, ilk öncə avqustda amafos verilməlidir. Bu, ay nə bilim, çiçəkdən poleni geri dartdı və s. və ilə axır. Bundan o proseslər təmin olunmayacaq. Ondan ötürü avqustda ehtiyat bitki daxilində avqustda depolanması məqsədi ilə amafos verilməlidir. İkinci, çiçək mayalandıqdan sonra ilk 5 saatda ləçək, məçək, polen borusu və s. hər şey reaktiv oksigenlər vasitəsilə məhv edilir və samana çevrilir. Bitkinin qarşısındakı 10 gündə xərcləyəcəyi yüksək miqdarda enerji təminatına sərf edilir. Yəni, bu samana çevrilməni durdurmasan, yəni bunun mane olmasan, bütün bitkini, meyvəni samana çevirəcək. Həmin o peroksidaz enzimi. Bunun qarşısını ən sürətli alan nədir? Az öncə elementlərin funksiyasını, enzimoloji funksiyasını qeyd elədim. Deməli, birinci nədir? Dəmirdir. Deməli, çiçək açar-açmaz, dəmir də startda olmalıdır. Ona görə yazın rütubətli havasını da nəzərə alsaq, belə deyək, xəstəliklərə də meydan açılır. Nəzarət etmək bəzən demək olar ki, heç mümkün olmur. Çünki yağış dalınca aləm dəyir bir-birinə yazda. Manqan da bitkini dedik ki, hüceyrə səviyyəsində, yəni daxildən mitoxondrial şəkildə qoruyur. Yəni bitkini belə deyək də, bitkini güclü eləyir manqan. İqlim sənin onsuz da xaricdən qorunmaq imkanları məhdudlaşdırır. Yəni yağış filan və eyni zamanda vacib digər atacağın, nə bilim, super
supradenil və s. kimi vacib preparatlar ki var. Həmin preparatların da sıxlığı, məsələn, giberalin olsun. Bunların da sıxlığı imkan vermir ki, sən eyni zamanda yazda manqan atasan, dəmir atasan. Deməli, payızda digər vacibatlardan biri də nədir? Manqan. Yəni, ikinci vacib bir birinci amafos kökdən vermək. İkinci vacib tədbir payızda yarpaqdan femin bakteriya vermək lazımdır. Niyə? Çünki dediyim kimi yazda meyvə mayalanan kimi mayalanmış meyvələrin yerə tökülməsi başlayır. Yel vurma da deyirsiniz adına, nə bilim nə deyirsiniz. Yəni bunların həmin o superoksid dismutaz kimi, peroksidaz kimi enzimlərin zamanında fəaliyyətini durdurmasaq həmin o meyvələri tökəcək yerə. Nəysə, keçək yaza. Yazda ikinci baş enerji təminatçısı hansı elementdir? Təbii ki, maqneziumdur. Bunun haqqında danışmışam. Kifayət qədər ona görə danışmıram. Yəni xlorofil filan bilirsiniz hər halda. Yormayayım zaten. Çox yordum. Bu mövzu da kifayət qədər uzun mövzu oldu. Ona görə maqneziumun üstündən keçirəm. Əsasən meyvə tutumu və meyvənin başındakı qəza qədərdən danışaq. Deməli, tamamilə mayalanmadan tökülən çiçəkləri keçdik. Yəni, dəmir, manqan, peroksidaz, superoksid dismutaz enziminin külə çevirdiyi fəaliyyətini durdurur və həmin o cırt çiçəklərin qarşısını qismən alır. Daha sonra mərci boyda olan meyvələrin tökülməsi baş verir. Bayaq qeyd etdim, superoksid dismutaz, peroksidaz qıra-qıra gedir də, belə deyək. Burada sink elementi köməyimizə gəlir, çünki qaytarıb videonu geriyə qaytarsınız, görərsiniz ki, sinkin haqqında dediyim, sink ən sürətli şəkildə superoksid dismutazı durduran elementdir. Yəni, neytrallaşdıran element olaraq ədəbiyyatlarda da keçir. Həm də o katalaz enziminin aktivləşməsi üçün sink elementi, məsələn, fermanqanın elə bir funksiyası yoxdur, amma sinkin katalaz enzimini də aktivləşdirilməsi ilə peroksidazın o dağıdıcı fəaliyyətini önləyir. Yəni, peroksid verir, peroksidaz. Katalaz isə peroksidi parçalayır suya. Yəni, bu şəkildə qarşısını alır. Daha sonra kalsium həmin enzimlərin aqressiv fəaliyyətin normaya qoymaqda, borla birgə, yəni bayaq dediyim kimi, membran keçiriciliyini gəvşətməklə, yumşatmaqla enzimləri meyvədən uzaqlaşdırır, bitki daxilinə çəkir. Yəni, bitki daxilinə çəkir deyəndə immun molekullarına, yəni antimikrob molekulları nəzarətinə verir, müdafiə mexanizmlərinə təhvil verir, belə deyək. Patojen tanıyan o bayaq dediyim reseptorlara təhvil verir və ikinci tökülmə ki var idi, həmin o dediyim kimi enzimlərin yandırıcı fəaliyyəti nəticəsində ki, ikinci dəfə tökülmə mərci boyda olan meyvələr baş verir, həmin o tökülməni önləyir. Deməli, növbəti tədbir nə olur? Kalsium və bor və sink verilməlidir. Nə vaxt? Meyvə gözləri ilə şişməyə başlayanda, meyvə gözləri, meyvələr yox, meyvə gözləri ilə şişməyə başlayanda, yaşıllaşma, soğan qabığından çıxmamaq, yəni meyvə gözləri şişməyə başladısa, ucu yaşıllaşmağa başladısa, kalsium, bor və sink elementi verilməlidir. İndi isə keçək AUXIN-in tətbiqinə. Yəni, AUXIN tətbiqi də olur, bilirsiniz ki, AUXIN deyəndə, yəni, qulağınıza qəribə səslənməsin, indolasetik asid, indolbutyrik asid, 2,4-D hormonu, naftalasetik asid hormonlardır bunlar və bunları 100 dəfə də tətbiq etsəniz, tam zamanını tutturmaq olmur. Niyə tutturmaq olmur? Çünki bağın bir tərəfində, bu məsələn tutaq ki, hər hansı bir hormon tətbiq edirəm. Bu hormon tətbiq olunmalıdır çiçəklərin mayalanma öncəsi və mayalanmaya ən yaxın dövrdə, ən yaxın zamanda. Bu bağın bir hissəsi bir başqa formadadır, nə bilim, külək tutan hissəsi, külək tutmayan hissəsi, gün düşən hissəsi, gün düşməyən hissəsi. Bəzən olur ki, bir hissəsi çiçək açmayıb, amma digər hissəsi mayalanıb. Ona görə heç bir halda hormonun 100%
zamanını tutturmaq qeyri-mümkündür və nəticədə də o gözlədiyiniz effektin tam əksini əldə eləyə bilərsiniz. Bunu bitkinin nəzarətinə vermək ən yaxşısıdır və bundan ötürü də molibden haqqında bayaqları dediyim kimi bütün bitki hormonlarının optimal idarəçiliyi molibdenin öhdəliyidir və molibdenin yəni belə deyək ki bu yaz çiləmələrinin içində meyvə gözləri, meyvənin özü yox. Çiçək mayalanmasından sonradan söhbət getmiyorum. Yəni meyvə gözləri yaşıllaşanda eyni zamanda molibdində belə. Yəni belə qərarlaşdıraq ki, yekun olaraq payızda nə verməliyik? Kökdən fosfor verməliyik payızda, avqustda, sentyabrda. Yarpaqdan da femin bakteriya verməliyik. Əsasən femin bakteriyanı ağacların payız pöhrələmələri başlayanda verilməlidir. Qışda, fevralda, yəni martın əvvəlində, fevralın axırında bordo çiləməsi aparılmalıdır. Çünki elektron daşınmasında ən vacib element mis elementidir. Bordo bitkidə səthi dezinfeksiya işlərini bitirəndən sonra mis olaraq bitkiyə nüfuz eləyir. Bitki daxilində həmin o elektron daşınmalarını təmin edir. Yazda meyvə gözləri oyanar-oyanmaz kalsibor tətbiq olunmalıdır. O soğan qabığından tam təmiz çıxdıqda həmin o quru yarpaq meyvə gözlərinin üzərində o quru qabıqlar olur da, həmin o qabıqlardan tam meyvə çıxdıqdan sonra molibden, bor və sink qarışığı verilməlidir. Çiçəklənmənin başlanğıcında BNOA-la 2,4-D hormonu qarışığı tətbiq olunmalıdır. Amma yəni dediyim kimi, əgər bor sink tətbiq edəcəksinizsə, BNOA və 2,4-D hormonları az iş verəcək və bəzən də gözlədiyinizin əksini verəcək. Ona görə mütləq şəkildə bor sink yox, molibden qarışıq bor sink tətbiq eləyin yazda meyvə gözləri soğan qabığından çıxandan sonra. Ondan sonra hormonları tətbiq eləyin. Yəni çiçəklənmənin başlanğıcında. Çiçək 80-90% açandan sonra mayalanma başlayanda da belə başladıqdan sonra belə deyək. Başladıqdan sonra giberalin və benziladenin qarışığı olur da, yəni bilirsiniz, birbaşa ilə hazır olur satışda. Yəni həmin o el arasında dediyiniz o yel vurma ki var, onu önləmək üçün sürətli inkişafı, sürətli hüceyrə bölünməsini təmin edəsiniz deyə həmin o təhlükəli ölçünü də, həmin o deyirsiniz ki, meyvədə bu kiçik ölçünü keçirtsöy södə tökülmə deyəndə, həmin onu keçirdəsiniz deyə qısa zamanda meyvədə şəkər toplamağa başlayasınız deyə, həm də sabah bazara da tez çıxasınız deyə giberalin və benziladenin tətbiq edirsiniz ki, çox sürətli hüceyrə bölünməsi baş versin. Daha sonra ləçəklər qurumağa başladıqda bir dənə də kalsibor vermək məsləhətdir. Çünki kalsiborun özü də hüceyrə bölünməsini aktivləşdirən qarışıqdır. Nəysə, Allah məhsulunuzu bol bərəkətli eləsin. Mənə görə özünüzü bu qədər uzun bir video ilə yormayın. Son 3 dəqiqəni izləməyiniz yetərlidir. Bunu da qısa video olaraq paylaşacağım. Yəni həmin onu dinləməyiniz yetərlidir. Çünki sizə nə edəcəyiniz önəmlidir. Onu da qısa videoda paylaşacağım. Yəni mən oxuduqlarımın hamısını bölüşsəm, eləcə tək SRNase və yaxud da eləcə RNase. Yəni SRNase-in insanda olan forması da RNase-dir. İnsan orqanizmasında olan həmin hormonun S-siz də, yəni RNase. Hər biri üçün saatlarla danışa bilərəm. Bundan sizin faydalanacağınız bir şey yoxdur. Siz aqronomik səviyyədə paylaşımlar lazımdır. Aqronomik səviyyədə paylaşımlar faydalandırıcıdır. Yoxsa nə bilməm, SRNase bilirsiniz nə deməkdir? Mikrobiologiyanı qoyduq bir kənara. Mikrobiologiyanın enzimologiya bilirsiniz nə deməkdir? Hansı hissəsidir? Yəni, nə bilim, neysə də uzun sözün qısası. Belə. Gördüm sizi. Allah sizə həvəs versin bu videoya baxasınız. Özüm də yoruldum əməli başlı. Düz yarım saatdan çoxdur danışıram. Neysə. İnşallah ki, faydalanan insanlara olacaq. Demirəm, hamı faydalanacaq.
Çünki bu mövzu ümumiyyətlə aqronomik bir mövzu deyil. Aqronomik mövzu bor ver, sink ver, manqan ver, dəmir ver, nə bilim, bordo ver. Budur, onu da axırda 2-3 dəqiqəyə sərf elədim, paylaşdım. Belə təşəkkür edirəm vaxtınızı aldığım üçün. Bağışlayın. Hər halda vaxtınızı boşuna almadım. Təşəkkür edirəm.